Qardabani Muğanlı kəndi. Sabahın erkən saatları. Yazın gəlişi burada yalnız təbiətin oyanışı deyil, həm də çox əsirli ənənənin coşqusuyla qeyd edilir. Karnaval iştirakçıları artıq bu məkanda bəzəndikdən sonra artıq bu cür fərqli obrazlarda bayramın keçiriləcəyi əraziyə doğru yürüyüş edirlər. Meydanın əsas səhnəsi şah üçün hazırlanır. O, qış fəslinin, onun sərt soyuğunun və çətinliklərinin simvoludur. Bütün elimizin bayramı mübarək olsun. Hamının belə gözəl, xoş günləri olsun. Siz də bu kəndə xoş gəlibsiniz. Bu da bizim köhnə adət ənənəmizdir. Evlərdə plov pişiririk, səməni düzəldirik, şirniyyətlər hazırlayırıq. Seyranla buraya gəlib baxmasaq... Bayram tam olmuş hesab olunmur. Keçmir. Şənliklərin ardından şahın göstərişi ilə bəylə gəlin meydana dəvət olunur. Şirniyyatın səpilməsi ilə şah taxtdan enir və yerini yazın rəmzləri olan cütlüyə təhvil verir. Muğanlı kənd sakinlərinin adətinə görə gəlin meydana təşrif buyurub taxta çıxıb şirniyyat payladısa, demək elə obuya yaz gəldi. Yaz bayramımız mübarək olsun, dünyamız sağ olsun, var olsun. Novruza bu möhtəşəm karnavalla yekun vurulmazsa, kənd əhalisi bayramı tamamlanmış hesab etmir. Bu ənənənin necə yarandığı haqqında dəqiq bilən yoxdur. Bilinən odur ki, baharın nəfəsi bu torpaqlara toxunduqca Muğanlı yenidən canlanır. Novruz ruhu isə nəsildən nəsilə ötürülərək yaşamağa davam edir. Ruslan Əsənov, Ruslan Əhmədov, Günel Habil qızı, Azərbaycan televiziyasının Gürcüstan bürosu.